aradan kaldırılacak. Tarifler hakkında məlum. Allah salam əleykum. Salam. Qardaş, bir dənə mənim balansıma baxarsınız da. Bugün deyəsən 1 manat çıxmısınız yenə. Sen geldiğiniz nömrədə? Bəli, bəli, 30-39. Yoxlayıram, göstərəcəm və olsun. 1 manat çıxıblar. Bəli, bəli. Bu xəttiniz 30 gün aktivdir. O 10 plus xidmətinə görə çıxılır 1 manat. Nömrəni 30 gün aktiv saxlayır. 10 plus nə deməkdir ki, yəni? Nömrəni 30 gün aktiv saxlayır. Yəni onu necə ləğv eləmək olur? Olur vəbşə onu? Ləğv eləmək olmur. Hər bir nömrədə mövcuddur, onu ləğv eləmək olmur. Bəli. Bildim qardaş. İndi belə bir şey deyim. Baksel loteriya keçir deyə cəmaatdan çıxmalıdır indi pulunu. Necə? Baksel loteriya keçirir də. Porsche hər gün SMS göndərirsiniz. Bax SMS-ləri də oxuya bilən. Növbəti instansiya Porsche Cayenne, nə bilim Zirzibil, nə bilim. Bəli, bəli. Hə, indi bu pulu Baksel cəmaatın cibindən çıxmalıdır. 10 plus xidməti bütün nömrədə Qardaş, mövcuddur. bax ali savadlı adamsan da, mən də ali savadlıyam. 18 manat hər ay mən balansıma pul vururam. Tamam. Tamam. 18 manat vurandan sonra mən sənə əlavə 1 manat hər ay pul verməliyəm ki. Bu xidməti bir abunəçilər, çox sayılı abunəçilərin bir şikayətləri, istəyini nəzərə alaraq ki, tarifi yeniləmək istəmirdilər, əlavə kampaniya nəsə internet paketi götürdülər və onu istifadə edə bilmirlər. Çünki tarif yenilənmirdi, nömrə bağlanırdı. Hə? Bu xidməti də əlavə elədilər ki, o 1 manata sırf nömrəni 30 gün aktiv saxlamaq Allah olur. canını sağ eləsin qardaş. Yaxşı. Bəs mən 18 manat vururam axı. Mən niyə əlavə 1 manat çıxırsan? Bütün nömrə əldə ediblər də, bütün tariflərdə. Düzgün deyil axı o da. 18 manat hər ay mən sənə pul verirəm, əlavə loteriyada keçirmisən. İndi sənə belə çıxmasını sənə demirəm. Və sözüm nümayəndə sən Bakselə demək istəyirəm də. Sən çelətsən. İndi sən hər dəfə o loteriya keçirsən də indi cəmaatdan da pul çıxmalısan əlavə 1 manat. Loteriya bunun heç bir aidəti yoxdur. Qardaş, uşaq deyilsən, nə də mən uşaq deyiləm. Cəmaatdan 1 manat, hər 200 min adamdan 1 manat çıxsa, nə Porsche-nin pulu çıxır da, düz deyil. Bakselin də milyondan çox abonenti var. Buna bax, keçən ayda çıxıb deyəsən məndən bir ay. Deyəsən yox, 1 manat keçən ayda çıxıb məndən. Bəlkə 2 aydır bəli bu xidmət var. Hə, ay soğuk. Loteriyada 2 ay, 3 aydır başlayıb da demək olar. Nəysə bunu mən qeyd elədim, balansınıza da 1 manat vəsaiti qaytarıram ki, məlumatınız olmayıb bundan bağlı. Yo, məlumatım olub. Keçən ay mən sizin qaynaq xətti də yığmışdım. Xanım orada bildirmişdi ki, bəs siz müqavilə bağlamısınız, müqavilələrdə əks olunub, nə olub, siz razılaşmısınız. Mən deyirəm, hansı müqavilədən danışdınız ki? Bax elə proqramına girəndə orada razıyam, razı deyiləm, o bölməni deyirsə o xanım, o mən avtomatik razılaşmalıyam ki, bu proqramı istifadə edə bilim. Nəysə, bunu mən sosiallaşdıracağam. İnşallah Baksel yəqin mən məlumat verər bundan bağlı. Sizə məlumat. Qeyd edim, əlavə sualınız var, 1 manatı qaytardım. Yox, ehtiyac yoxdur 1 manatın. 1 manata görə yığmamışam. Cəmaatın yəni cibinə, haqqına girməyə ehtiyac yox idi bu loteriyaya görə. Çox sağ olun qardaş. Təşəkkür edirəm. Sağ olun, sağ olun.